Bir varlı, imkanlı şəxs niyyət elədi ki, var dövlətimin yarısını kasıb bir şəxsə verəcəm. Deyir, eşidənlərdən bir də kasıblardan qaçdı bunun qapısına. Gəldi, qapısını döydü. Bu qapını açanda dedi, eşitmişəm, niyyət eləmişsən ki, var dövlətimin yarısını kasıb bir şəxsə verəcəksən. Dedi, bəli, niyyət eləmişəm. Dedi, gəlmişəm də ver, çıxım gedim. O varlı biraz fikrə gedəndən sonra bilirsiniz nə dedi? Dedi, düzdür, mən bunu niyyət eləmişəm, amma mən kör kasıbları nəzərdə tutub demişəm. Sənin ki, gözlərin görür. O kasıb o varlıya nə dedi? Dedi, elə həqiqətdə düz deyirsən. Əslində elə əsl kör mənəm ki, Allahın qapısını qoyub sənin qapıma gəlmişəm. Çalışaq həyatda Allahdan başqasını arxalanmayaq. İmam Sadiq əleyhissalam da buyurur ki, kim bir dəfə desə ki, la havlə və la quvvətə illa billahil aliyyul azim, uca və əzəmətdə Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Allah mələklərinə deyər ki, bu bəndəmin istəyini nəzərə alın. Mələklər deyər, Allah bu neynədir ki, bir dənə cümlə dedi də, Allah bilirsin mələklərinə nə deyər? Deyər, görmədiniz ki, bəndəm məndən başqasını güc və qüvvət sahibi bilmədi. Ona görə də mənim də borcumdur ki, mən Allahım.